Hər vaxtınız xeyir olsun. Günün gün ortası efirdədir maraqlı mövzumuzla. Mövzumuz nədir? Sosial şəbəkələrdə şəxsi həyatın paylaşılması niyə bu qədər kütləvi hal alıb? Qonaqlarımız kimdir? Mail bəy Yaqub, fəlsəfə doktoru, sosioloq. Xoş gəlmisiniz. Xoş geldin. Tərənə xanım Abdullayeva, Azərbaycan Dövlət Pedaqoji Universiteti Ümumi Psixologiya Kafedrasının müəllimi, praktik psixoloq. Xoş gördük sizi. Və bizim musiqili qonağımız Toğrul Əsədullayev, kemançı, ifaçısı, əməkdar artist. Xoş gəlmisiniz. Hər birinizi xoş gördük. Mövzumuz çox aktualdır, çox maraqlı da düşünürəm. Çünki gənclərimiz, valideynlər də bizi hal-hazırda izləyirlər. Nəyə görə bu qədər sosial şəbəkələrdən istifadə edirik və şəxsi həyatımızı gündəmə gətiririk? Bizi minlərlə, bəlkə də milyonlarla insan izləyir. Tərənə xanım, gəlin sizdən başlayaq. İnsanın psixoloji cəhətdən görünmə ehtiyacı var. Aid olma, görünmə ehtiyacı. Bu bizim təməl ehtiyaclarımızdır. Bu ehtiyacın da bu günlərin sosial şəbəkədə tam elə bir yeridir ki, insanlar özlərini Təşviq etmək istəsinlər. yəni başqa sahələrdə özlərini göstərə bilməyən insanlar, özlərini ifadə edə bilməyən insanlar burada rahat şəkildə görsənə bilirlər. Həm də özlərini gizlədə bilirlər. Fake də göstərə bilirlər, olduqları kimi görsənməyə də bilirlər. Bu sosial şəbəkədə bu günlərin açıq sahədir ki, insanlar bunu rahatlıqla edirlər. Bir də bunun biznes tərəfi də var. Mən istəmirəm sadəcə bu tərəfdən yanaşaq. İnsanlar bununla özlərinin brendlərini də reklam edib, o sahədən qazanc da əldə edirlər. Sağlam şəkildə də edənlər var, amma daha çox bunu belə görünmə ehtiyacı və o tələbatı ödəmək üçün ən yaxşı şərait kimi görüb, bəzi insanlar məsələn özlərini olduğu kimi göstərə bilmədiklərində həyatda o sosial şəbəkədə fake hesablarla olanı çox rahat şəkildə göstərə bilirlər. Hər şey göründüyü kimi deyil. Kimisi həyat yoldaşı göstərir ki, mənə həyat yoldaşım hər gün gül çiçək alır və hər gün evə bu şəkildə gəlir və digər ailədə, digər xanım görəndə müəyyən problemlər yaşanır. Razısınız mənimlə? Bir müddət əvvəl sosial şəbəkələrin birində mən yazmışdım ki, insanlar hara gedirlər, hansı restorana, hansı əyləncə mərkəzinə gedirlər, çəkirlər süfrəni, paylaşırlar, bunu etməsələr yaxşıdır. Marketoloq dostlardan biri haqlı olaraq mənə irad bildirmişdi ki, kapitalizm bunu tələb eləyir. Sən hara gedirsənsə, çək, paylaş, qıcıq yaradırsan, müsbət mənada başqalarında. Onlar da gedirlər, çalışırlar həmin restorana getsinlər və beləcə kapitalizm istehlakı çoxaldır. İstehlakı çoxalanda da istehsal çoxalır, dövriyyə çoxalır. Bu məsələnin bir tərəfi. Amma kapitalizm başdan ayağa qədər yaxşı oğlan deyil. Kapitalizmin də problemləri var. Kapitalizm bilmir, ona çatmır ki, mən bu rəngli, zəngin süfrəni paylaşıram, bunu olmayan adam kasıb görür və onda depressiya yaranır, onun uşağında narahatlıq yaranır. Amma gəlin qəbul edək ki, əksər hallarda, hardasa faiz etibarilə deyə bilmərəm, kimdə yoxdur, onu daha çox göstərməyə çalışır. İki insan tipi var. Bir insan tipi intellektualdır, savadlıdır, daxilən zəngindir. O gedir, hansısa bahalı bir istirahət mərkəzində dincəlir, amma deyir ki, çəkib paylaşmayaq, ayıbdır. İnsanlar, görənlər, olmayanlar narahat olar. İkinci insan tipi, o da gedir, istirahət mərkəzində, həmin istirahət mərkəzində paylaşır. Birincisinin özünü təsdiq etmək üçün özünə çox şeyi var. İkincisinin isə özünü özünə təsdiq etmək üçün heç nəyi yoxdur. Ancaq o var. Maşınla özünü təsdiq etmək istəyir. Bahalı paltarla özünü təsdiq etmək istəyir. Bu dəhşətli bir şeydir. Kahneman, Daniel Kahneman 2002-də Nobel alıb iqtisadiyyat üzrə psixoloqdanma. Deyir ki, insanlar, məşhur kitab var da, Düşüncə sürətli vasitə. Onun lap əvvəlində, birinci səhifəsində deyir. İnsanlar adətən başqalarının həyatı barədə dedikodu etməyi sevirlər. Özünü başqalarına göstərməyi sevirlər. Niyə görə? Çünki insanlar özləri barədə
təftiş etməyi sevmirlər, narahat olurlar özləri barədə düşünəndə, əzab çəkirlər. Ramiz Rövşən demiş, yoldan ötən xanımlara baxım gözümü aldadım, qoy özgələr aldadınca özümü aldadım. Onlara desən ki, əzizim, bir özünə də qayıt da, o əzab da olsun. Təranə xanım, bayaq bir məsələyə toxundunuz ki, bunun maliyyə tərəfi də var. Bəli. Maliyyə tərəfdən çox zərər verən bir addım atır xanım. Son qəpiyinə kimi hər hansısa bir əşyanı, məhsulu alır, kimisə tərifi nəticəsində. Öz vicdan məsələsidir. O blogerlərin özlərinin o işlətmədiyi məhsulu əgər reklam edirlərsə, bunun qarşısını almaq düşünürəm ki, mümkün deyil. Hər dövrdə başqa şəkildə olur. Bir də ki, hər bir yeniliyin mənfi və müsbət tərəfləri var. Hər bir dövrdə insanlar ümumiyyətlə bu yeniliyi çətin qəbul edirlər. Gəlin bunu qəbul eləyək. Çünki sosial şəbəkə bu günlərim aktualdır və biz bunun heç bir şəkildə qarşısını ala bilmərik. Biz baxmalıyıq ki, biz bunu nə cür faydalı şəkildə istifadə edə bilərik və bizim uşaqlarımız da bu sosial şəbəkənin ziyanını biraz az görsünlər. Yəni elə təsəvvür edin ki, bıçaq, mən həmişə bıçaq əşyasını misal gətirirəm. O çox zərərli bir əşyadır. Siz onunla özümüzə zərər də verə bilərik, amma onsuz da mətbəxdə heç bir iş görə bilmərik. Hər bir qadın mətbəxə girəndə ən iti bıçağı axtarır. Sosial şəbəkədir, internetdir, bunların çox yaxşı tərəfləri də var. Birincisi, uşaqlarda sərhədli şəkildə, kontrollu şəkildə baxılmalıdır. Yəni uşaqlara Məhdudiyyət qoyulmalıdır. Bəli, məhdudiyyət qoyulmalıdır. Hansı sayta girir? Bu mütləq şəkildə valideyn nəzarətində olmalıdır. Çünki onların nəzarət sistemi hələ güclənməyib, iradə sistemi hələ güclənməyib. Biz böyüklər belə özümüzü onunla kontrol edirik. O da qaldı ki, yəni uşaqlar. Amma yəni mən istəyirəm ki, bu tərəfdən yanaşa sosial şəbəkədə bu şəxsi həyatı paylaşımları nə qədər zərərli tərəflərini danışsaq da, amma müsbət tərəflərini də danışmaq istəyirəm. Məsələn, deyək ki, orada gözəl ailə ilə bir yerə gedirlər, vaxt keçirdirlər. Bunu çox yaxşı şəkildə, bəli, bunu çox yaxşı şəkildə paylaşan blogerlər də var. Gəlin onlardan da danışaq ki, nümunə ola bilirlər. Biraz analiz eləmək lazımdır. Hər gördüyümüzə inanmayaq. Amma onu doğru şəkildə paylaşan insanlar da var, deyil. Yəni onu tapıb özümüzdə nümunə kimi də göstərə bilərik. Yəni uşaqlarla necə davranırlar. Məsələn, uşaqları adi bir şey deyil. Uşaqlar xəstələnir, nə cür onu hansı həkimə aparır, necə sağaldı, nə yaşadı, onu paylaşır. Mən özüm də deyirəm, amma mən heç bunu düşünməmişdim. Mən edirəm, mən də faydasını görürəm. Amma faydasını görmədiyim də olur. Yəni bunu biz özümüz qərar verməliyik, özümüz analiz eləməliyik. Tuğrul bəy, sosial şəbəkələrdən çox istifadə edirsiniz. Demək olar ki, sosial şəbəkələrim ancaq sənətimlə bağlıdır. Yəni aktiv istifadə Aktiv istifadə edirəm, amma ailə mövzularına orada paylaşım eləmirəm mən, xoşlamıram və sənətimlə bağlı edirəm. Sənətimlə elədiyim işdən sonra paylaşıram. Yəni hansısa bir səfərə gedirəm, öncədən paylaşım eləmirəm. O da ki, paylaşdıqlarım sırf nə mənada reklam xarakterli. Məsəl üçün biz gedirik dövlət tədbirlərinə, dövlətimizi təmsil edirik və gəlirik ki, biz bunu elədik. O ki, qaldı sosial şəbəkənin doğrudan da düz buradalar mənfi, müsbət cəhətləri var. Hər bir insan özü o yolu seçir ki, mən müsbət tərəfinə gedəcəm, mənfi tərəfi ilə gedəcəm. Hal-hazırda istərdim ki, çox pozitiv notlarla davam edək. Sizin ifanızda bir musiqi dinləyək. Məmnuniyyətlə.
Təşəkkür edirəm gözəl ifanıza görə. Bayaq da Mail bəy qeyd etdi ki, restorana gəlib müəyyən təamları paylaşmağı bir o qədər də gözəl deyil. Burada əsaslı bir sual bilirsiniz nədir? Ümumiyyətlə əxlaq yaxşı və pis deyilən bir şey var, yoxsa yoxdur? Müasir postmodernist filosof var, Jacques Derrida, Fransız. Onun bir sözü var. Deyir, postmodernizmdə, yəni 20-ci əsrin axırlarında, bu dövrdə insanlar yaxşı və pisləri dekonstruksiya etməyə başladılar. Dekonstruksiya, yəni yenidən araşdırmağa başladılar. Misal üçün, bizim ənənəvi olaraq bildiyimiz pislərdən biri buydu. Evdən yemək isə çıxır, bir qab qonşuya da verək. Biz dədə-babadan belə görmüşdük. Müasir insan isə bunu dekonstruksiya eləyir. Deyir, nə danışırsan, bu yemək mənimdir də. İstəyir, o da geçsin o yeməkdən bişirsin. Bəlkə düşünür ki, qonşuya pis təsir edər. Qapını döyüb ona bir boşqa bir yemək Bəli, varsın. Avropa ölkələrinin bəzilərində belədir. Mən qalxdım Almaniyada bir xanıma yer verməyə. Dostum dedi ki, əyləş, burada elə bir şey yoxdur. İndi bu kiçik bir misaldır. Böyük misallarda da elədir. Biz ənənəvi olaraq şərqdə də, qərbdə də ailə görmüşdük. Müasir postmodern insan onu dekonstruksiya eləyir. Nə danışırsan? Ailə nədir? Bütün dəyərləri alt-üst eləyir. Jacques Derrida deyir. Ümumiyyətlə, dəyər adında bir şey qalmır. Yaxşı, pis adında bir şey qalmır. Bu o qədər dəhşətlidir. Bunun küləyi bizdə də əsməyə başlayıb, təəssüflər olsun Azərbaycanda. Ona görə boşanmaların sayı çoxalıb. Ona görə valideyn-övlad münasibətləri gərginləşməyə başlayıb. Bizim cəmiyyətdə böyüməyən, yetişkin olmayan, uşaq şuuruyla münasibət bildirən, münaqişəyə girən, ünsiyyət problemlərinin çoxusu da elə kökündə bu dayanır. Uşaq şuurundan, uşaq bilinci deyirik biz, uşaq egosu da deyə bilərik buna. Uşaq egosuyla... Sağlı travmalar, sağlıqda gələn Təbii ki, uşaq vaxtı əgər valideyn çox dinləməyibsə, onu çox anlamayıbsa, anlaşılmayan, dinlənilməyən, davamlı özünü sevgi üçün sübut eləmək, davamlı sevgi üçün nəsə eləyim ki... Yaxşı qiymət al, səni tərifləyim. Bəli, davamlı tərif yönümlü, uğur yönümlü, başarı odaqlı dili, başarı yönümlü böyüyürsə, o da istər-istəməz hardasa özünü aktuallaşdırmağa çalışır. Real həyatda bunu eləyə bilmir və sosial şəbəkədə o özünü bunu edən insanlar onu qıcıqlandırır. Məsələ biri bacarığı ilə çıxır, biri öz sənəti ilə çıxıb orada öz danışığı ilə özünü ifadə edirsə, onu qıcıqlandırır. Mail bəy, siz istifadə edirsiniz sosial şəbəkələrdən aktiv? Mən sosial şəbəkələrdən çox aktiv istifadə edirəm. 155 min stabil izləyicim var və bu gün sosial şəbəkədən istifadə etməyən yazı pozu adamı, elm adamı demirəm özümə, estağfurullah, müəllim yazı pozu adamı öz biliklərini insanlara çatdıra bilməz. Mənə hər ay 1 milyon 200 mindən 2 milyona qədər baxış var. Sosial şəbəkələrdə çıxışlar var. Bax, indi buradakı çıxışımı da öz kanallarımda paylaşacağam. Orada xeyli baxış olacaq. Düzgün təbliğat quraq ki, insanlarımız avropalaşmasın dırnaq arası. Bir, biz müasir dövrü tanımalıyıq. Bu müasir dövr nə deməkdir? Tələbi nədən ibarətdir? Bəli, tələbi nədir? 2, özümüzü araşdırmalıyıq özümüzdə. Özümüzdə nə var? Bu gün səhər oxuyurdum. Deyir ki, valideyn uşaq övlad münasibətləri haqqında oxuyurdum. Deyir ki, valideynlər bilsinlər, əgər uşaqları yükləyirlərsə, təhqir eləyir, aşağılayır, alçaldır, danlayır, yerli yersiz. Uşaq yüklənirsə, dözürsə, bu mənfi dözümdür deyir. Bu dözüm bir vaxt partlayacaq, bu geri qayıdacaq. Sadəcə hələlik dözür. Boya başa çatandan sonra geri qaytaracaq. Bizim bir müəllimimiz vardı, deyirdi ki, valideynlər
uşaqlarına uşaq vaxtı ağalıq versinlər, qəşəng deyirdi, ağalıq, böyüklük versinlər. Narahat olmasın deyir 20-18 yaşından 20 yaşından sonra o ağalığı qaytarıb verəcək valideynə. Mən düşünürəm ki, ağalıqla indi bu müasir valideynə hədsizliyi biraz Çox qarışdıra veriblər, biraz. bilirlər. Məsələn, həddindən artıq hə demək, heç bir şeyə yox deməmək, qayda olmamaq, qayda qoymamaq, elə o ağalığı yanlış anlayırlar. Hər kəs valideynləri günahlandırır. Hamımız psixoloqlar, pedaqoqlar valideyn belə eləməlidir, belə eləməlidir. Amma bir nəfər çıxıb demir ki, bu valideynin özünün eləyə bilməməsinin kökündə nə dayanır? Axı niyə valideyn uşaqlarına qayda qoya bilmir? Niyə ünsiyyət qura bilmir? Hamımız deyirik ki, valideynlər uşaqlarınla ünsiyyət qurmalıdır. Telefona qayda qoymalıdır, telefonu verməməlidir və s. Çünki valideynlərimizin özlərinin də daxilində bir emosional boşluq var. Uşaqları tərəfindən sevilmək istəyirlər. Uşaqları tərəfindən eşidilmək istəyirlər. Valideynlər uşaqları götürüb qoyublar öz həyatlarının mərkəzinə. Onları təmin eləyərək, onları razı salmaqla... Yaşamadıqları həyatı uşaqların üzərində görürlər. Yaşamadıqları həyatı onlara verməklə öz həyatlarını doldurmağa çalışırlar. Və bu da təbii şəkildə uşaqlara çox pis təsir eləyir. Yox deyə bilmirlər, qayda qoya bilmirlər. Burada valideyn təlimatlandırmalıdır, xüsusilə də psixoloji cəhətdə. Bağlanma stilləri bilinməlidir. Valideynlərin emosional boşluqları, uşaqlıqdan gələn o Carl Jung'un dediyi kimi yaralı uşaqla içimizdə olan o yaralı uşağı sağaltmalıyıq ki, biz öz uşaqlarımıza da yara verməyək, yaralı böyütməyək. Hal-hazırda Toğrul bəyin ifasında bir musiqi dinləyək.
Uşaqlarımız belə sosial şəbəkələrdən aktiv şəkildə istifadə etmək istəyəndə bəzi valideynlər yox demirlər. Deyirlər müstəqil böyüsün, istədiyini etsin və özüm sakit olum, ev işlərini görüb rahat şəkildə Bu günlərim telefon baxıcıdır. Baxıcı rolunu oynayır. Telefon, televizor, müasir baxıcıdır. Və sizdə necə Toğrul bəy evdə uşaqlar? Sözün düzü əslində ilk növbədə dərsdir. Sonra telefon, amma məsəl üçün mənim hal-hazırda oğlum artıq ali məktəbə qəbul olub sinə. Ona görə onun çoxsu olur. Onun işi telefonlandır. Çünki yəni ona artıq həm də yaşı ona yol verir və o da idarə olunur. Amma qızımda hələ deyil. Yəni mütləq sənin dərsin olmalıdır, dərslər veriləməlisən, mütləq idarə olmalıdır. Tam şəkildə təcrid etmək də olmaz. Yox, olmaz. Çünki o telefon olmasa, bax gəlin bir onu da danışaq. Pulunuz yoxdur, kartda telefonunda var. Hər şey bir telefon bizə kifayət edir. Pulumuz da yaddan çıxsa, nə də yaddan çıxsa, əsas telefon yaddan çıxmaz. Çünki telefonda həm sosial şəbəkələr var, həm pul var, həm hər şey telefonun içində oturub bizim üçün. Bəli, biz bu sosial şəbəkələrdən istifadə ediləsək, milli mənəvi dəyərlərimizi unutmamalıyıq. İnsanlar pozitivliyi sevir, insanlar gözəl həyatı görmək sevir. Yalnız müəyyən problemləri də göstərəndə qarşı tərəf bir də görürsünüz ki, izləmədən çıxır. Yəni bəsdir, artıq neqativ paylaşdın, bəsdir, artıq problemlərindən dedin. Belə bir psixoloji sirayət var da. Mənfi şeylər nə qədər paylaşsaq, o qədər çoxalır cəmiyyətdə. Siz fikir verirsiniz, cinayət xəbərləri falan çoxalanda ard-arda gəlir sanki. Və yaxud da ki, müsbət şeylər də paylaşanda çoxalır. Mən bəzən belə də düşünürəm ki, əgər o həqiqətən də ideal olmasa belə, müsbət şey paylaşır və bunu yayırsa, bu cəmiyyətdə bəlkə də daha yaxşı təsir göstərər. Yəni mənfisini paylaşmaqdansa yekunlaşmaq üzrəyik və sizin fikrinizi gəlin alaq bu mövzumuzla bağlı. Richard Thaler var. 2017-də o da Nobel alıb. Onun bir qəşəng sözü var. Deyir, iki cürdür insanlar. Bir adi insanlar, bir ekonlar. Ekonlar hər şeyi ölçüb biçirlər, idealdılar. İnsan isə səhv eləyir. Ümumiyyətlə insan lap tutaq ki, öz həyatında mənəvi və maddi problemləri yoxdur. Misal üçün deyirəm, fərz edək. Amma bunu car çəkib hamıya bildirmək ki, ay millət, mənim həyatımda, ailəmdə maddi və mənəvi problemim yoxdur. Bunu millətə bildirmək özü düzgün deyil. Çünki insanların 99% ailələrdə, insanlarda ya maddi problemlər var, ya mənəvi problemlər var da. Amma insanların neçə faizi ekondur? Heç 1% ekon deyil deyir. Ən gözəl təsir mexanizmlərindən biri bilsin nədir? İnsanlarla danışanda. Bu problem məndə də var. Mən də bu problemi yaşayıram. Yaşamışam yox, yaşayıram indi, ay millət. Gəlin bərabər düşünək. Həll yolunu tapaq. Həll yolunda. Paxıllıqdan danışıramsa, məndə də var paxıllıq. Bizim bir müəllimimiz var idi. Deyir, mənim problemlərimdən biri bilsin nədir? Mən də paxılam. Empat insanlar elə düşünürlər. Bəli. Amma əfsuslar olsun ki, cəmiyyətimizdə elə insanlar bir o qədər çox deyil. Çünki qarşı tərəfdə düşünmək, onun fikrini almaq, öyrənmək və yaxud da bəzi məqamlara diqqət yetirmək, xırdalıqlara. Təşəkkür edirəm, gəldiniz və son olaraq gəlin qısa şəkildə fikir bildirək mövzumuzla bağlı. Sosial şəbəkədə dəyərlərdən uzaq olmaq olmaz. Bu dəyərlər çox gözəl nemətdir. Sosial şəbəkənin ən aktiv istifadəçisi olsaq belə dəyərlərdən uzaq düşməyək. Dəyərlərimizi unutmayaq. Buyurun da. Yeniliklərdən qorxmayaq, amma onlardan da nə cür istifadə eləməliyik, onu da öyrənək. Məncə də sosial şəbəkəni düzgün idarə eləmək lazımdır, düzgün mövzulara yönəlmək lazımdır və əxlaq normalarını unutmaq lazımdır. Çox sağ olun, minnətdaram hər birinizə. Bizə ayrılan vaxta gəldi, indi tamama çatdı. Biz sizinlə sağollaşmaq məcburiyyətindəyik. Bir neçə dəqiqədən sonra Toğrul bəyin ifasını çox gözəl bir musiqi səslənəcək və mənim də təşəkkürüm var. Təşəkkürüm Hill restoranının rəhbərliyinədir. Gözəl təamları dadmaq istəyirsinizsə, mütləq bu məkana gəlmək lazımdır. Əzizlərinizdən, yaxınlarınızdan gəlin, hər birinizi gözləyirlər. Sizinlə sağollaşırıq, yenidən görüşərik. Hələlik.